Dostlar salam. Yeni bir VBA videosu ilə qarşınızdayıq. Dostlar bu dərsdə bu videoda biz shallow copy və deep copy nədir? Bunlar haqqında danışacağıq. Yoldaşlar, shallow copy və deep copy danışmadan öncə ümumiyyətlə bunlar nədir? Ümumiyyətlə bunlara nə zaman bizim ehtiyacımız olur? İlk öncə onlardan başlayacağıq və hər birindən daha öncə isə yoldaşlar biz bu dərs üçün necə bir struktur hazırlamışıq, hansı elementlərimiz var, hansı obyektlərimiz var, onlardan ilk öncə sizinlə tanış edəcəyik. Daha sonra isə dərsimizin əsas, yəni videomuzun əsas hissəsinə keçmiş olacağıq. Yoldaşlar, ilk öncə qarşımızda 2 ədəd class modulumuz var, klassımız var. Hansı ki birincisi employee klassıdır, ikincisi isə struktur klassıdır. Yoldaşlar, struktur klası içərisində 3 ədəd member olan ID, department və position olaraq 3 memberi özündə saxlayır və employee isə eyni qaydada ID, full name, bir də strukturu artıq basic type-da deyil də birbaşa class tipində saxlayır. Yəni ki, employee klassının daxilində struktur adında bir member var və bu memberin tipi birbaşa ilə struktur klassının özüdür. Yoldaşlar, bu şəkildə 2 klassımız var və biz indi bu klasslardan istifadə edərək müəyyən işlər görəcəyik və bir hissəsində, yəni kodun bir hissəsində bizim shallow copy-yə və deep copy-yə ehtiyacımız olacaqdır və bunun da səbəbini burada göstərəcəyik. Yoldaşlar, bir modulda, test bir sub prosedurda bir ədəd strukturun obyektini yaratmışıq və həmin obyektə department, position və ID-sini hər birini ötürmüşük. Həmçinin aşağıda da employee 1 adında yeni bir işçi klassından əlavə bir obyekt yaradırıq və bu obyektə də eyni qaydada memberlarını ötürürük. ID-si, full name-i və s. Və həmçinin də yoldaşlar, yuxarıda yaratmış olduğumuz bu strukturu isə eyni qaydada employee-nin struktur memberına əlavə edəcəyik. Yoldaşlar, biz bəzən olur ki, VBA-də kod daxilində, kodun gedişatında əldə etdiyimiz obyektləri, üzərində işlədiyimiz obyektləri kopyalamağa və onları çoxaltmağa, hətta kopyalar üzərində müəyyən işlər görməyə ehtiyacımız olur. Və yoldaşlar, təbii ki də biz kopyalama edərkən məqsədimiz yəni bunu kopyalamaqdakı məqsədimiz odur ki, əsas orijinal dəyərə biz toxunmayaq, onu pozmayaq, onun kopyası üzərində iş görək və lazım olan yerə ötürək və yaxud da ki, nəsə başqa bir iş görməyə çalışaq. Dostlar, misal üçün, bu şəkildə bir kod strukturunda, əgər mən bunu davam etsəm, misal üçün desəm ki, employee 2 adında yeni bir, hətta new olmasın, yeni obyekt yaranmasın, employee tipindən olan bir obyekt yaradıram. Bu obyektdə, yoldaşlar, employee 2-yə birbaşa employee 1-in həmin o obyektini bu şəkildə bərabərləşdirirəm. Yəni ki, hal-hazırda employee 2-yə employee 1-i əlavə etmiş oluruq. Yoldaşlar, bu şəkildə etdiyimiz zaman biz normalda da adi basic type-larda da, yəni adi string, yəni integer olsun və s. Bunlarda da bu şəkildə, yəni bir neçə dəyişən yaradıb da onları bir-birinə bərabərləşdirə və kopyalaya bilirik. Lakin yoldaşlar, basic type-lardan fərqli olaraq employee kimi bir class obyektini artıq basic type deyil, yəni ki, bu reference type-dır. Yoldaşlar, reference type-lar da bilirik ki, biz birbaşa heap-də yaradılan bir obyektlərdir və belə olduğu təqdirdə isə, yoldaşlar, adı üstündə referans olduğu üçün də bu şəkildə yaradılmış bir obyektlərdə və ya kopyalanma niyyəti ilə yaradılmış bu tip obyektlərdə artıq bütün referanslar eyni nöqtəni göstərir. Yoldaşlar, davam etmədən öncə Draw.io proqram təminatında belə bir struktur çəkmək istəyirəm sizin üçün. Yoldaşlar, hal-hazırda biz belə bir obyektimiz, yəni bu dördbucağı, yəni bu işarəni, belə deyək, bu şeyi bir obyekt kimi düşünün. Hansı obyekti? Yoldaşlar, employee 1-in yəni müraciət etdiyi obyekt. Misal üçün, bir Sanagambur və struktur olan bu məlumatlar, yoldaşlar, bu obyekt daxilində saxlanılır. Tamam. Hansı ki, bu da bizim yaddaşımızdadır. Yoldaşlar, mən employee 1 vasitəsilə əslində bu obyekti yaratdığım zaman bu employee 1 deməli dəyişəni və özündə saxladığı bu adres əslində arxa planda həmin bu heap-də saxlanılan adresə deməli müraciət etmiş olur. Və yoldaşlar, mən bu şəkildə gəlib də bundan sonra employee 2 adında yeni bir dəyişən yaradıram employee tipindən. Belə olan təqdirdə yeni bir employee yaradılır və yoldaşlar, gözlənildiyin əksinə baxmayaraq ki, employee 1-ə əlavə edilibdir. Yəni, yeni bir artıq burada gəlib də
bu şəkildə yeni bir məlumatlar toplusu yaratmır və onu bu şəkildə yeni məlumat, yəni employee 2-ni yeni məlumatlar toplusuna bu şəkildə referans etmir də, əslində təbii ki də employee 1-dən birbaşa birləşdirildiyi üçün və buna birbaşa bərabərləşdirildiyi üçün əslində bunu da göstərdiyi nöqtə elə həmin bu referans olmuş olacaqdır. Yoldaşlar, bu da bizə nə verir və ya nə qazandırır və ya nə itiririk biz burada? Bu deməkdir ki, yoldaşlar, mən employee 2 vasitəsilə bu yaddaşda olan bu məlumatların hər hansı birində müəyyən bir dəyişiklik etdiyim zaman, yoldaşlar, bu employee 1-ə də eyni şəkildə təsir etmiş olacaqdır. Yoldaşlar, hətta gəlin yoxlayaq. İndi baxın, fərz eləyək ki, debug vasitəsilə employee 1 və onun full name-ini demək çapa vermiş olaq. Arxasıyla yoldaşlar, employee 2-dən full name-ini dəyişək. Misal üçün yazaq, yuxarıda Sənan Qəmbərov almışıq, aşağıda isə Elçin misal Sarver deyib yaza bilərik. Və yoldaşlar, yenə eyni qaydada debug print deyib də employee 1 full name yenidən çapa vermiş olaq. Yoldaşlar, gəlin bunu immediate window-da baxaq. Baxın yoldaşlar, biz bu kod strukturuna baxdığımız zaman, misal employee 1-dən baxırıq, hansı ki görürük ki, burada full name-i Sənan Qəmbərovdur. Və normal olaraq da debug print, birinci debug printdə bu Sənan Qəmbərov olaraq çap olunduğunu gözləyəcəyik. Yoldaşlar, amma baxıram ki, employee aşağıda isə, yəni növbəti addımda employee 2-nin full name-i Elçin Tarverdi və dəyişilibdir. Yoldaşlar, burada sual yarana bilər ki, tamam, employee 1 başa düşdük, amma employee 2-də dəyişiklik olması, full name-in dəyişik olmasının burada employee 1-ə heç bir aidiyyəti olmamalıdır axı. Və yoldaşlar, növbəti addımda da eyni qaydada employee 1-i yenidən çapa verəcəyik. Yoldaşlar, növbəti addımda employee 2-nin dəyişməsi, employee 1-ə aidiyyətinin olmamasını biz əslində basic type-lar bunu biz bilirik. Lakin dediyim kimi, referans type-larda isə biraz iş dəyişmiş olacaqdır. Və yoldaşlar, bu çəkdiyim strukturdan da göründüyü üzrə, əgər biz, misal üçün, employee 2-dən hər hansı bir dəyişiklik etsək, yəni bu xəttdən, yəni bu yoldan istifadə edərək bu yaddaş sahəsində olan dəyərlərə dəyişiklik etsək, bu employee 1-ə, həmçində əksinə employee 1-də dəyişiklik etsək, həmçinin bu employee 2-yə də təsir etmiş olacaqdır. Və yoldaşlar, gəlin indi bax bunu bu şəkildə görmüş olaq. Və yoldaşlar, bunu bu şəkildə run etdiyimiz zaman, baxın yoldaşlar, birinci debug print employee 1-in full name-ini Sənan Qəmbərov olaraq qeyd etdi. Lakin yoldaşlar, debug print 2-də isə eyni employee 1-i bu səfər Elçin Tarverdiyev olaraq da dəyişdirmiş oldu. Amma halbuki yoldaşlar, mən heç bir şəkildə birbaşa gəlib də employee 1-dən hər hansı bir dəyişiklik etməmişəm. Mən bunu employee 2 vasitəsilə etmişəm. Və yoldaşlar, hansı ki employee 1-də birbaşa dəyişiklik etmədiyim təqdirdə bu şəkildə qarşımıza bir cavab çıxırsa, bu şəkildə bir görüntü yaranırsa, bax bunun səbəbi yaddaş sahəsində baş verən bu referans anlayışlarıdır. Yoldaşlar, indi bax, bizim elə əslində tam da bu nöqtədə shallow copy və deep copy anlayışına elə bizim burada ehtiyacımız olur. Mən elə bir kopyalama işləmi etməliyəm ki, bu şəkildə hər hansı bir dəyişiklik olduğu zaman artıq bir-birinə təsir etməməlidir. Yəni ki, mən gəlib burada employee 2-dəki full name-i dəyişdiyim zaman bunun employee 1-ə heç bir aidiyyəti olmamalıdır. Yaxşı, bəs bunu biz necə edəcəyik? Dostlar, bax, elə bu nöqtədə shallow copy və deep copy anlayışı ortaya girəcək. Yoldaşlar, shallow copy və deep copy, shallow copy belə deyək, ümumi olaraq literaturda üzdən kopyalama, həmçində deep copy isə adı üstündə daha dərindən kopyalama sayılır. Yoldaşlar, elə bunun üzdən və dərindən olması anlayışı aşağı-yuxarı bu referanslarla bağlıdır. Bax, hansı ki, biz kopya etdiyimiz zaman bu eyni referansa müraciət etməməsi üçün, başqa bir referansa, bayaq çəkdiyim kimi, başqa bir referansa müraciət etməsi üçün, təbii ki də yoldaşlar, məntiqən mən bu referansdan bir dənəsini də yaratmalıyam ki, bu ikinci employee 2, yəni ki, yeni bir referansa artıq müraciət etmiş olsun. Baxmayaraq ki, bütün məlumatları eyni olsa belə fərq etməz. Bax, bunu yaratmaq üçün yoldaşlar, artıq bu gedişatı etmək üçün isə biz artıq fərqli bir kopyalama və çoxaltma əməliyyatı icra etməliyik. Dostlar, bu şəkildə olduğu zaman artıq biz kod üzərində, təbii ki də hazır bizim kodumuz yoxdur, shallow copy və s. Biz onu birbaşa ilə sales employee və yaxud da ki, müvafiq olan hər hansı bir klassda biz bunu yarada bilərik. Yoldaşlar, gəlin burada, yəni ki, employee-in özündə, çünki mən employee kopyalamaq istəyirəm deyə employee yazıram. Bu şəkildə yoldaşlar, public, sub, hətta sub yox, function, niyə function olduğunu deyəcəm, niyə funksiya yazacağım deyəcəm indi və burada shallow copy deyərəkdən bir ədəd funksiya yaratmaq istəyirəm. Yoldaşlar, public function shallow copy məqsəd budur ki, yoldaşlar, bu artıq hansı yaranmış olan obyektdən yola çıxaraq, misal üçün employee 1, bu employee 1 nöqtə shallow copy deyəndə həmin bu funksiya
employee 1-dən gələn bax bu məlumatların hamısını yeni bir referansda yaradıb həmin o referansı bizə geri qaytarmalıdır. Bax o səbəbdən burada function yazıram və təbii ki də geri qaytardığı dəyər də dostlar kopyalama olduğu üçün elə CLS employee olması daha məntiqlidir. Yoldaşlar, daxildə yeni bir referans yaratmaq, yeni bir obyekt yaratmaq deməkdir və new employee deyəcəm as bir CLS employee kimi, hətta new employee kimi, çünki zaten yaradırıq obyektini və burada yoldaşlar new employee deyərək bir daxilində bunu salacağım. Yoldaşlar, bax bu içərisində gedəcək proses artıq nədir? Mən tək-tək, misal üçün employee 1-dən gələn ID, full name və struktur anlayışların hər birini yeni new employee-yə əlavə etməliyəm. Yəni ki, memberlar vasitəsilə. Yoldaşlar, mən burada nöqtə qoyduğum zaman, bax bu nöqtə açılan full name, ID və struktur artıq bax bu new employee-nin, yeni yaradılmış obyektin deməli memberlarıdır. Yoldaşlar, ID bərabər olacaq. Yaxşı, bunu mən employee 1-dən göndərilmiş ID ilə necə birləşdirim? Yoldaşlar, bu isə əslində burada görmüş olduğunuz zaten bizim öz memberlarımızdır. ID deyəcəm. Eyni qaydada yoldaşlar full name və nə qədər artıq sizin burada yəni memberlarınız varsa, class memberlarınız varsa, hamısını əlavə eləyə gedəcəksiniz və struktur da eyni qaydada təbii ki də struktur ilə eyniləşdirəcəyik. Yoldaşlar, bu əməliyyat bitdikdən sonra funksiya olduğu üçün bax elə bu new employee-nin özünü də geriyə set edib də geriyə return edə bilərsiniz. Dostlar, bu shallow copy üçün ən primitiv variantda yaradılmış bir funksiyadır. Gəlin indi bunu bir işlətməyə çalışaq. Dostlar, burada employee 2 demişik, təbii ki birbaşa referans vermişik. Lakin artıq bundan sonra dostlar, nöqtə qoyub da shallow copy dedikdən sonra isə gəlin artıq görüntüyə baxaq. Baxın yoldaşlar, employee 1 Sənan Qəmbərovdur. Employee 2-də dəyişir, Elçin Tarverdiyev olur. Yenidən employee 1-i çapa verdiyimiz zaman əgər dəyişsə, demək ki biz istədiyimizə çatmamışıq. Yox, əgər dəyişməsə, hər birində, hər bir debug printdə, hər ikisində də Sənan Qəmbərov yazsa, demək ki bu artıq employee 2 ayrı bir deməli referans olmuş olacaqdır. Yoldaşlar, bundan sonra run. Yoldaşlar, fikir verin, hər ikisində Sənan Qəmbərov yazdı və demək ki biz istədiyimizə çatmışıq. Hətta daha dəqiq yoxlamaq üçün isə dostlar belə bir şey eləyək. Debug print employee 2.full name deyəcəm. Dostlar, hətta bunu bir dənəsini yuxarıya da qoyaq. Bu şəkildə belə birinci F, yəni employee 1 ilə employee 2-nin full name'lərini yatsın. Daha sonra employee 2-dən istifadə edərək dəyişsin. Daha sonra isə yoldaşlar yenidən hər ikisini çapa vermiş olsun. Yoldaşlar, indi baxırıq. Run düyməsinə kliklədiyim anda baxın ilk ikisi Sənan Qəmbərov olur. Normal olaraq employee 1 və employee 2-si hər ikisi Sənan Qəmbərovdur işin ilk başında. Lakin yoldaşlar, employee 2 full name artıq Elçin Tarverdiyev dəyişəndə isə baxın artıq employee 1-ə heç bir artıq aidiyyatı yoxdur, heç bir xəta verməyibdir və yaxud da ki onu artıq Elçin Tarverdiyev olaraq dəyişməyibdir. Lakin employee 2 referansından istifadə edərəksə özünü dəyişibdir. Və yoldaşlar, bu şəkildə siz shallow copy edə bilərsiniz. Dostlar, bu shallow copy idi. Bəs yaxşı, deep copy nədir? Yəni ki, eyni qaydada deep copy nəyə aiddir? Yoldaşlar, İlk öncə deep copy keçməmişdən öncə belə bir şey demək istəyirəm. Əgər siz shallow copy, əgər ümumiyyətlə bu tip kopyalama istifadə edəcəksinizsə, hansını istifadə edib, shallow copy yoxsa deep copy istifadə edim sualında, yoldaşlar sizin əsas qayəniz nə olmalıdır? Mənim klassım hansı memberlardan, yəni hansı tip memberlardan ibarətdir? Əgər primitiv memberlardan ibarətdirsə, yoldaşlar bu zaman sizin shallow copy'dən istifadə etməyinizə kifayət edəcəkdir sizə. Lakin əgər siz klass daxilində başqa bir klassın referansını saxlayırsınızsa, misal üçün employee-də olduğu kimi, baxın struktur deyə bir member var və o da başqa bir klass, CLS struktur klassının özündə obyektini saxlayır. Bax, bu zamanda eyni qaydada yoldaşlar əslində bayaqları Draw tətbiqində, yəni proqram təminatında çəkdiyim bu referans problemi ilə də eyni qaydada qarşılaşacaqsınız birbaşa klass daxilindən. Yoldaşlar, necə sübut eləyək bunu da? Bu şəkildə shallow copy-ni ilk öncə siləcəyik. Hətta shallow copy-ni qalsın daha doğrusu. Belə bir şey edək. Misal üçün, employee 1-in strukturunun departamentini ilk öncə çapa verəcəyik. Yoldaşlar, daha sonra employee 2-dən istifadə edərək eyni qədər strukturun departamentinə başqa bir şey yazaq. Misal üçün, finans yazaq.
və yenidən dostlar employee biri yenidən çapa vermiş olacaq. Görək yoldaşlar bu səfər nə baş verəcəkdir. Əgər shallow copy işləyəcəksə, bizim işimizə yarayacaqsa, burada heç bir dəyişiklik olmamalıdır. Hər ikisi də, hər bir employee birinci debug printdə, ikinci debug printdə eyni qaydada employee-ni eyni departament, yəni ki, HR departamenti olaraq çıxarmalıdır. Əks təqdirdə baxacağıq. Yoldaşlar bu səfər run və baxıram yoldaşlar, birində HR, birində isə finans çıxmış oldu. Yəni ki, yoldaşlar employee 2-dən istifadə edərək biz employee 1-ə təsir etmiş olduq ki, zaten əslində istədiyimiz də bu deyildi. Biz nə iş görməli idik? Finansı da yəni icazə verməli idik ki, employee 1-ə heç bir şəkildə employee 2, yəni ki, başqa bir referans buna təsir etsin. Bu yoldaşlar bu anda artıq biz bilirik ki və biz artıq görürük ki, hansı ki employee daxilində, yəni ki, sales employee bu klass daxilində başqa bir klassın referansı olduğu üçün bu artıq shallow copy burada bizə işə yaramayacaq. Yoldaşlar, o zaman gəlin bunu deep copy olaraq ikinci bir deməli referans, daha doğrusu funksiyasını yaratmış olaq. Dostlar, deep copy edəcəm bu səfər, başqa bir funksiya yaradacağım ki, tam aydın olsun və eyni qaydada as sales employee olacaqdır. Yoldaşlar, ümumi olaraq bunların hər biri əslində eynidir. Tab bura qədər sadəcə struktur bölməsində biraz dəyişiklik eləyəcək. Yoldaşlar, eyni qaydada set deep copy və new employee deyəcəm və burada düzəlişimizi eləyək. Dostlar, struktur, yəni ki, bu member, yəni struktur memberi yeni bir, başqa bir obyekt olduğu üçün, yəni ki, başqa klassın bir obyekti olduğu üçün, təbii ki, biz içəridə eyni qaydada yeni bir obyekt yaratmağa məcburuq. O səbəbdən yoldaşlar, dim yuxarıda new struktur deyə bir obyekt yaradıram, as new CLS struktur deyə. Daha sonra isə yoldaşlar, bax bu strukturu elə birbaşa burada yerində, necə ki, employee-dən əvvəl bunu artıq hazırlaya bilərik. Yoldaşlar, bunu burada da eləyə bilərsiniz. Belə prinsip aşağıda da eləyə bilərsiniz. Fərq etməz. Daha aydın olması üçün yoldaşlar, mən eyni qaydada new employee-də olduğu kimi bu şəkildə biz vasitəsilə new struktur demiş olacağım. Yoldaşlar, new strukturun ID-sinə yuxarıdakı bizim member strukturumuzun, yəni bu deməli dəyişənin, bu referansın ID-sini həmçinin departamentinə, yuxarıda strukturun departamentini, eyni qaydada positionda isə M struktur positionu əlavə edə bilərik. Yoldaşlar, baxın, artıq yeni yaranmış bu strukturu biz aşağıda nöqtə struktur deyərəkdən birbaşa elə new struktur deyə bilərik. Dostlar, bu şəkildə artıq biz deep copy anlayışını da bu şəkildə tamamlaya bilərik və təbii ki də yoldaşlar, siz artıq daxildə nə qədər obyekt varsa, yəni ki, başqa klassın obyektləri varsa, bu şəkildə hər birini kopyalaya bilərsiniz, yəni yeni bir referans üzərində və bundan sonra uyğun deməli memberlara həmçində əlavə edə bilərsiniz. Və yoldaşlar, yekunda deep copy vasitəsilə, yəni ki, funksiyanın adı vasitəsilə də bunu bu şəkildə geriyə return edəcək və new employee-ni geriyə return etmiş olacağıq. Yoldaşlar, gəlin indi artıq burada shallow copy əvəzinə deep copy yazaq və email pəncərəsini təmizləyirəm. Baxın yoldaşlar, deep copy etdiyimiz zaman isə baxaq, görək debug printlər bu səfər nə nəticə çıxarmış olacaqdır. Əgər yoldaşlar hər ikisində HR çıxarsa, demək ki, deep copy anlayışımız düzgün şəkildə çalışır. Əks təqdirdə isə fərqli olsa, demək ki, məqsədimizə çatmamışıq və run. Yoldaşlar, baxırıq, həqiqətən də hər birində HR çıxarmış oldu. Hər ikisində də, yəni ki, HR olaraq çap etmiş oldu. Və dostlar, bu da bizə deep copy-nin düzgün çalışdığını göstəricisidir. Və dostlar, ümumi olaraq bizim videonun mövzusu bu idi və biz bu videoda yoldaşlar dediyim kimi Excel VBA daxilində kodlama zamanı, hansı ki kodun gedişatı zamanı əgər hər hansı bir obyektin kopyalanmasına ehtiyac olursa, çoxalmasına ehtiyac olursa və əsas da məqsədimiz budur ki, yoldaşlar, biz bu kopyalama etdiyimiz zaman isə əsas orijinal dəyərə heç bir şəkildə toxunmamaq üçün, onu pozmamaq üçün əgər belə bir qayəmiz, belə bir məqsədimiz varsa, bu şəkildə artıq biz normal kopyalamadan, normal bərabərlikdən istifadə edə bilmərik. Ən azından texniki olaraq bizə sərf etmir, necə deyərlər. Belə olduğu təqdirdə artıq biz shallow copy və deep copy anlayışından istifadə etməliyik. Yoldaşlar, videonu yekunlaşdırmadan öncə bu dərsdə istifadə etdiyimiz bəzi terminləri, bəzi anlayışları ayrıca olaraq qeyd etmək istəyirəm ki, hətta əgər onlarda müəyyən suallar varsa, onları ayrıca araşdırmanızda tövsiyə var. Yoldaşlar, ilk öncə demək istədiyim VBA daxilində
tiplərin hansı tipləri var, yəni ki, onları araşdırmağınızda tövsiyə var. Bir, value type nədir? Yəni ki, basic typelar, value typelar nədir? Reference typelar nədir? Bunları ümumiyyətlə maraqlanın. Daha sonra yoldaşlar, dəyişənlərin, yəni ki, bu tiplərin harda yarandığı yaddaşda heap və stack olaraq iki ərazi var. Bu demək yaddaş sahələrində hansında yarandığını və hər birinin özünə xas müəyyən demək xüsusiyyətləri var. Onları bilməyinizdə fayda var. Yoldaşlar, təbii ki də ümumi olaraq istifadə etdiyimiz class nədir, class modul nədir, adi modul nədir və s. bunlardan danışdıq. Həmçində yoldaşlar ümumi olaraq funksiyalardan və s. də istifadə etmiş olduq. Və təbii ki də klassların özlərinin class memberları var. Və aşağıda toxunmadığımız yoldaşlar bizim propertilərimiz və s. var. Hansı ki biz burada tutaq ki ID yazıb qarşısına 1 yazdığımız zaman əslində bu birbaşa private olan memberlara deyil də bu memberlara bu şəkildə propertilər vasitəsilə çatmış oluruq. Yoldaşlar, bu da əslində deməli proqramlaşdırmada OOP prinsipi sayılır. OOP prinsipinin hətta encapsulation prinsipi sayılır. Onu da ümumi olaraq araşdırmanızda tövsiyə var. Təbii ki də sizin üçün ayrıca bir araşdırma var və düşünürəm ki, faydalı olmuş olacaqdır. Dostlar, bugünkü videomuz və dərsimiz bundan ibarət idi. Gələn dərsdə videoda görüşənədək.